Yaratdığı mənfi obrazlara görə başı bəlalar çəkən, qəmli obrazı ilə adını milli kino tariximizə yazan Məlik Dadaşov. Məlik Dadaşov 1924-cü il iyunun 7-sində Bakıdan anadan olub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu, indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Uşaqlıq illərindən musiqiyə maraq göstərən Məlik Dadaşov kontrabas alətində ifa edib. Orta təhsilini başa vurduqdan sonra sənədlərini Tibb İnstitutuna təqdim etsə də, qəbul olunduğu halda birinci kursdan təhsilini yarımçıq qoyaraq sənət yolunu səhnə ilə davam etdirməyə qərar verib. O, 2-ci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə aldığı kontuziya səbəbindən cəbhədən geri qaytarılıb və uzun müddət müalicə alıb. Sağaldıqdan sonra müxtəlif hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərib. 1945-ci ildə müharibədən qayıdan aktyor Gənc Tamaşaçılar Teatrında işə başlayıb və burada aktyor kimi fəaliyyət göstərib. Teatrda onu çox sevən həmkarlar olsa da sevməyənlər də var idi. Birlikdə çalışdıqları teatrda həmkarı aktyorun içkisinə zəhər qataraq onu zəhərləyir. Sonradan həmin adam bunu etiraf edir və Məlik Dadaşovla dostlaşırlar. 23 yaşında səhnə fəaliyyətinə Zaqatalada yeni açılmış teatrda başlayan Məlik Dadaşov qısa müddətdə əsas rolların ifaçılarından birinə çevrilib. Teatrda çalışdığı dövrdə gənc aktrisa Sofiya Hüseynova ilə ailə həyatı qurub. Bu nikahda 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Lakin ailə həyatı uzun ömürlü olmayıb və cütlük bir müddət sonra ayrılıb. O, oğlunu atır və gənc aktrisa oğlu Rafaeli tək başına böyüdür. Aktyor 3 dəfə ailə həyatı qurub. Məlik Dadaşov bütün yaradıcılığı ərzində 2 rolu ifa etmək istəməyib. Ölülərdəki Şeyx Nəsrullah, Fəryad filmindəki Armen Xaçaturian obrazını. Ermənistanda bu roluna görə onu az qala milli qəhrəman kimi qəbul edirlər. Bu hadisə Məlik Dadaşovu sarsıdır. Aktyor televiziyada çıxış edərək bu addan imtina edir. O adı heç cür özümə yaraşdıra bilmərəm, deyir. Fəryad filmindən çox sonralar isə belə bir hadisə olub. Məlik Dadaşov instituta gedəndə Malakan bağının yanında bir qadın onu görüb qışqırmağa başlayır. Ay cəmaat, bu adam ermənidir deyib cəmaatı yığır başına. Aktyor sənədlərini təqdim edəndən sonra ona inanırlar. Filmin premyerasında isə tamaşaçılar qulağı işdə Məlik Dadaşovu söyülmüşlər. Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb. Tədris teatrında tələbələrlə Arşın Malalanı məşq edən zaman yüksək təzyiq səbəbindən aktyor yıxılır. O dərhal xəstəxanaya çatdırılır və bundan sonra daha 6 gün yaşayır. Huşu yerində olsa da dili tutulduğu üçün danışa bilmir. Sonuncu gün qızından qələm və dəftər istəyir. Onun son istəyi nəşrinin Akademik Milli Dram Teatrına aparılmaması, eləcə də bəzi şəxslərin dəfn mərasiminə buraxılmaması olur. Məlik Dadaşov 1996-cı ildə 72 yaşında vəfat edir. Oğlu Rafael atasına olan incəkliyinə görə dəfn mərasiminə qatılmır. 3-cü həyat yoldaşı Dolores ərinin vəsiyyətinə uyğun olaraq əlindəki siyahıda adları yazılan adamları dəfnə buraxmır.